burada danışa bilməz. Mənim uşağım sevgidən doğulan uşaqdır. Necə ki, dünənki günə qədər də atası belə daxil deyirdi ki, bu uşaq səhv deyil, bu uşağı biz ikimiz də bilə-bilə eləmişik. Mən sizdən razıyam. Sevgimizi və hörmətlə yanaşıram. Ancaq gəlin indi sual verirəm sizə. Buyurun. Siz Elnurla o sevgini yaşayanda, bilirdiniz Elnur evlidir? Bəli. Niyə bax qanundan kənar adamın evdə arvadı olurlar, ailəsi, uşağı, iki balası olurlar, siz onunla eşq yaşayırsınız? Çünki onun münasibəti ailəli deyil idi. O bir şar idi, partladı. O bir tabloydu. Nigahı var idi, nigah. Şablo deyə bilməzdi, nigahı var adamın. Nə olsun, nigahı var idi. Bütün bayramı məndən, zaftırıq, abid ucunu məndən. Xanım, arxaya oturun biraz. Mən prosto söz tapıram, sadəcə ucun abed söhbət deyil, bir müddətli idi sizdən. Bir müddətli deyil. Gördünüz ki, uşağınız var, kənara çəkilib, gedib öz arvadının yanına. Başqa bir adam söhbət idi. yanındadır. Xeyr, xanım, siz bilmədiyiniz şeyləri danışırsınız. Siz onun ailəsi deyilsiniz, başa düşürsünüz. Siz bir yox isə 5 uşaq dünyaya gəldi. Siz bilmədiyiniz şeyləri danışırsınız. O uşağa pal-paltar alıb, hansı ki... Nə olsun pal-paltar alıb? Bir saniyə qulaq Nə dəxli asında. var ki? Xanım, bir saniyə qulaq asında. Uşaq dünyaya gəlir, ona paltar alıb. Arvad söhbəti yoxdur ki orada, yolda. Nə olsun? O qədər zaksız görmüşük. Cəmatın ailəsi var, 2 uşağı var. Neyə indi? Cəmat ailəsi ilə... O uşaqdan 2 dənəsini üçün dünyaya gətirib oldu. Nə olsun? Necə, nə olsun, nədir ki? Xalqın evini dağıdırsınız, siz. Evini dağıtmıram. Dağıdırsınız da. Normal ailə, Qeyri-qanuni